Herkese salam dostlar. Bugün Minecraft'ta One Block oynayıram. Kanala like atmağı, abone olmağı unutmayın dostlar. Abone olduktan sonra zilləri hamısını açın ki videolardan ilk siz xəbərdar olun. İndi isə keçək video dostlar. Bildiyiniz kimi keçən bölüm odunları qıra-qıra əraziləri genişlətdirmişdim. Toyuqsan da keç bu tərəfə. Bugün isə biraz da adanı böyütməyə çalışacağam. Bax görək haraya kimi artacaq. Kanala like ataraq, abunə olaraq kanalıma dəstək ola bilərsiniz dostlar. Killər də gəldi. Bir xeyləmdə torpaq var. Mən əslində belə bir şey eləmək istəyirəm ki, bu odun olduğu bir yerləri götürüm, oraları ərazilər edeyim. Digər yerdə isə buradan bu sandıqda çox da bir şey xeyir verməyib. Digər tərəfdən isə torpaq olaraq məsələn qoyun, indi toyuq çıxır da hal-hazırda, qoyun da çıxsa, inək də çıxsa, mən üçün bir xeyirli olacaq ki, qoyun dedim, qoyun da çıxsa əgər, oralar üçün ferma eləyəcəm onlar üçün. Düzdür, ilk yerlərdə hal-hazırda bir qoyun sən də o tərəfə çəkil. Hal-hazırda yaratıq düşmən olaraq bir şey olmadı deyə bütün xeyirlidir. Məsələn, buradan necə gedirdilər ora? Hə. Settings'i açaraq ayarlardan hardan baxırdıq mən buna. Yox, bu haqqındadır. Bu boş verməkdir. Partilər var. Language. Bu deyil də heç. Nəysə də, yəni özünüz bildiniz, mən hələ ki tapa bilmədim bunu. Amma ki, o əvvəlki bölümlərdə bildiyiniz kimi, burada deməli üzü bu tərəfə doğru eləyəcəm. Və yəni onu ekran söndü, beyni söndü. Yəni bunu eləməkdə məqsəd o növlər var deyə, məsələn, keçən, yəni ilk One Block çəkiləndə bilmiş olarsınız, izləyibsizsə əgər, izləməyinizi tövsiyə edirəm. Elə 2026 sezon yoxdur, 2025-ci ildəki idi. Oradakı ilə biz bir xeyləm orada görmüşdük ki, məsələn, Nether'a kimi Nether növləri də atmışdıq, Blaze'lər də var idi. İndi isə bunun digər sezon kimi gedir, 2026-cı sezon. Əslində əgər orada məsələn oyunu bitirə bilərdik, dedi ki, bu 2026 gəlib, yeni sezon olaraq başlayaq, belə bir qərara gəldik. İndi burada nə qədər torpaq varsa əgər, hamısını şərq tərəfə böyütmək yaxşıdır ki, həm məsələn ağaclar indi birazdan yetişər, amma ki mən buralara gərək məşalə də qoymalıyam ki, buradan yaratıqlar çıxmasın. İndi məşaləni də düz ortaya qoymalıyam ki, heç bir şey olmasın. Buraları da qıraq. Əraziləri biraz genişlətdirdim. Bundan başqa məsələn bu qoyun və toyuğu da başqa bir yerə. Bu şey var, hani bu. Bayaq gəldi torpaq. Bu torpaq yox. Bayaq o birlər kimi gedir, onlar da. Hara getdilər bunlar? Biri ora, biri bura. Yəni dedim, bayaq ki palçıq kimi torpaq gəldi. Onu deyəcəkdim ki, onun nəsə bir, məsələn, tarlada bir xeyri varsa, onu eləyəcəkdim. Və gördüm ki, əgər fisioda. İkinci qoyunumuz da gəldi. Əhali olaraq bir xeylam artmışıq. Baltamız da qırıldı. Düzdür, mən indi sandığa bunları qoyacağım. Buradan bir dənə sandıq eləyim. Çünki lazımdır mənə sandıq. Odunların bir xeyli dönüşdürün. Buradan da bir də öz məziyyət verim. Sandığı düzəldim. Prosta 2'li sandıq edeyim mən. İlk başlar belə üstü. Elə bilim 2'li olmayacaq. İlk başlar belə üstə qoyun. Məsələn bura. Buradakı qarpızlardır, balqabaqlardır. Digər odun növü olan huş odundur. Bir də huş fidanı da var. Plant chest'dir bu. Huş fidanı da var ki, 2 dənə sandığım varmış məndə inventorda. Boşu-boşuna əslində baxsaydım olardı. Eybiyax. Bu torpaqlar da qoyulur bir-birinə. Elma var, buğday. Buğday attım, dayan. Bunu götürüm, buğday. Plus buradakı da benevolent gift hədiyyə verilib. Suyu da qoyaq bura. Ya da ki, alma ilə su qalsın. Plus mənə buradan da taxta lazımdır. Daş dövrünə keçsəydik yaxşı olardı. Çünki həm taxtadan qurtulardı, həm də ki olardı da bəzi şeylər, məsələn
İndi odunları qıraq. Yenə də məsələn artış var əslində. Amma mən bir dənə balçı şey eləmədim, burada kürək eləmədim, yox. Və digər odunu da mən götürüm bu huş fidanı. Çubuq götürək, huş fidanı qoyaq. Onun da bir dənəsini düz orta mərkəzdə qoyaq.